Allah şəhidlərimizi rəhmət eləsin. Bu gün bizim Bərdə şəhərində olmağımız, şəhidlərimizi ziyarət etməkdə, bu gün qazilərimiz, bu gün Elməddin qardaşımızın mövlud günündə bax bu cür izdihamla şəhidimizin mövludunda iştirak edəcək. Burada biləsuvar şəhid atalar da var. Allah. Amin. Allahümme salli ala Muhammedin ve alimine. Allahümme salli. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Errahmanirrahim. Malikin yevmiddin. İyyâke emtelihim. Gayril mağdûb aleyhim velezzâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bugün Bərdədə şəhidimizin mövlud günüdür və bugün şəhidimizin mövludu bu izdihamla yad edilir. Biz də özümüzə borc bildik, qəhrəmanlar deyərik, biləsuvardan gələk çəkək işıqlandı. Bax, bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərimiz də Allah şəfa versin. Allah cəm şəhidlərimizi də. ثم كلا سيعلمون مهادا والجبال أوتادا ورمعاشا وبنينا فوقكم سبعا شدادا لنخرج بها حبا ونباتا وجنات ألفافا إن يوم الفصل كان مهابا إن جهنم كانت مرصادا للطاغين مآبا لابسين فيها أحقابا لا يذوقون فيها بردا ولا شرابا إلا حميما وغساقا. Şəhidimiz Elməddin qardaşımızın bu gün mövlud günüdür. Allah ruhunu şad eləsin. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ana sözüydü, bacı sözüydü. Bu dünyada şehit ağaları Elməddin Fermanoğlu'nun anasını koymadınız. Onu destek öldünüz. Evi yadi. Açmamıştan önce bir yegane oğlu şehit verip sözü anneye verip buyurun onu. Yasyanda şəhidi Ələkbərov Rəşad Manasyan, mənim oğlum da tək şahsı, başqa qardaşım, şəhidində rəhmət eləsin. Bugün evin sıralandığı mövlüdür, cənnətdəki mövlüdün mübarək olsun, sağlıqlar deyib döydüyüm sağlıqlar etsin, Allah can sağlıqlar etsin, çox sağ olun. Qıraq şəxsləri kənarlaşdırın. Belə sıra şəhidlər, Elməddin anası, Allah'a başlayın. Elməddikiler yüzümüzü Biləsuvar, Mingəçevi, bütün rayonlarımızdan gelen şehit anaları, buyurun şehidimizin mezarının anasının yanına, özüre sözlerinizi deyin. Gəncədən gəlmişəm. Çok sağ olun, buyurun.
Mustafa İsmail. Buyurun. Şehir eğitimcilerimiz tanıştı. O da Dəyərli ata, qarşında baş əyirəm. Biz Biləsuvardanıq. Biz sizin kimi qəhrəman atalarına fəxr edib qürur hissi keçirdik. Hansı şəhidimizin atasısan bir dənə özünü təqdim et. Ben antiterör şehidiyim. Mehtizade bir paşa. Bir paşa kardeş. Biz sizlərin qarşısında baş əyirib. Biz sizin kimi atalarla fəxr edib qürur hissi keçirdik. Sizin övladlarınızın sayəsində biz rahatıq, sərbəstlik. Allah şəhidimizi rəhmət eləsin. Ancak irəlidir yolum. Ancak Dəyərli şəhid anaları, Allah sizləri var eləsin. Bizim Hökümə xanımımızın anası da burada iştirak edir. Milli qəhrəman adı və verilib. Allah ruhun şad eləsin, ruhu qarşısında baş əyirik. Dəyərli anam, siz şəhid anaların yanındasınız. İstədim bir iki kəlmə sizdən götürək. Buyur. Bugün Elməddin qardaşımızın da mövlud günüdür. Ən azından bir kəlmə. Anasına da səbir versin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Təzdən çək bu mədə.